Tarixi mənbələr eramızdan əvvəl 1-ci minillikdə burada Xəzərlərin əcdadı müşklərin yaşadığını, İskit Kimmer tayfalarının da məskunlaşmağa başladığını göstərir. Onların Makedoniyalı İskəndərlə mübarizəsindən bəhs edilir. Hələ 1930-cu illərdə Ceyrançöldə tapılan insan qalıqları bölgənin ilk insanların yaşayış yeri olduğunu sübut edir. 1999-cu ildə Dmanisi mağaralarında tapılan qalıqların Eneolit dövründə yaşayan Oğuz tayfalarına məxsus olduğu ehtimal edilir. Pəhləvilər orta əsrlərdə buranı Qorduman qurd adamların yurdu, Gürcülər Qurdis Xevi, qurd çalası, Ərəblər Berşaliya və ya Börü çölü, Avropa səyyahları isə Turgiya Georgiya, Türk Gürcüstanı adlandırıblar. Alban tarixçi Musa Kalankatlı Barsil Boroçoğlu Qarapapaq türklərinin 2-4-cü əsrlərdə bu ərazilərdə yaşadığını yazır. Borçalı toponiminin Barsil Boroçoğlu tayfaları ilə bağlı olduğu ehtimal edilir. Mahal 2 əyalətdən ibarət olub: Aran Borçalı və Dağ Borçalı. Sovet dövründə etnik təmizləmə nəticəsində Dağ Borçalı toponimi tarixə qovuşub. Orta əsr ərəb tarixçi Yaqut Həməvinin əlyazmalarında Borçalı Arranda yer adıdır cümləsinə rast gəlinir. 2-ci əsrdən Borçalıya Bulqar, Hun, Savir və Onoğur tayfalarının köçü başlayır. 552-ci ildə Xəzər xaqanının qızı ilə evlənən Sasani şahı 1-ci Xosrov Ənuşiravan daha 3000 türkün indiki Dmanisi ərazisinə köçürülməsinə razılıq verir. Borçalı 628-ci ildə Göytürk, sonradan isə Xəzər xaqanlığının tərkibində olur. Ərəb xilafətinin süqutu ilə Borçalıda Tiflis və Dmanisi əmirlikləri yaradılır. Bu əmirliklər Sacilər və Salarilər sülalələri tərəfindən idarə edilib. Abxaz Kartvel hökmdarı 4-cü David isə 1118-ci ildə Səlcuqlularla mübarizə üçün 40 min Qıpçaq türkünü Borçalı və ona yaxın ərazilərə yerləşdirir. 1121-ci ildə Didqori döyüşündə qalib olan 4-cü David Tiflis və Dmanisi əmirliklərini ləğv edir. 13-cü əsrdə Monqol istilası zamanı Borçalı da Elxanilər dövlətinin tərkibinə qatılır. Əmir Teymur isə 1386-cı ildə Borçalıda yaşayan türk tayfalarını özünə tabe edir. Mahal 15-ci əsrdə Qaraqoyunlu və Ağqoyunluların tərkibində olub. 16-cı əsrdə Osmanlı-Səfəvi müharibələri dövründə Borçalı bir neçə dəfə Osmanlı idarə etməsinə keçsə də, əsasən Gəncə bəylərbəyliyinin ərazisi olub. Bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Nadir xanın şah elan edilməsinə qarşı çıxdığı üçün 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Kartik-Kaxetiya krallığına hədiyyə edilir. 1783-cü ildə Rusiya ilə Gürcüstan arasında bağlanan Georgiyevsk traktatı ilə Gürcüstan, o cümlədən Borçalı, Rusiya ərazisinə qatılır, Rusiyadan almanların bu əraziyə köçürülməsinə başlanılır. Onların yaşaması üçün Dmanisi ərazisində Yelizavetenfeld koloniyası salınır. Sovet işğalından sonra koloniyaya Alman kommunist Roza Lüksemburgun adı verilir. 1850-ci illərdə Borçalı Qəzaya çevrilir və Azərbaycanlıların yaşadığı indiki Qardabani və Qaraçöp rayonları Tiflis quberniyasına daxil edilir. 1885-ci ildə aparılan siyahıya alınmaya əsasən Borçalı əhalisi 89.076 nəfər olub. Onların 50.000-dən çoxu Azərbaycan türkü idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Borçalı Gürcüstanla Azərbaycan arasında mübahisəli əraziyə çevrilir. Borçalıların Osmanlı himayəsində Qarapapaq dövləti qurmaq cəhdi də uğursuz olur. Sovet rejimi qurulandan sonra 1929-cu ildə Qəza 3 yerə bölünür: Borçalı, Bolnisi və Başkeşid. Borçalının 2575 kvadrat kilometrlik ərazisi isə Ermənistana verilir.
türk elatları sürgün edilir, onların yerinə ermənilər, yunanlar və aysorlar köçürülür. 1940-50-ci illərdə Azərbaycan toponimlərinin dəyişdirilməsinə başlanılır. Əvvəl rayonlar, sonra isə kənd, dağ və çay adları gürcüləşdirilir. Toponimlərin bərpası ilə bağlı ictimai çağırışlar nəticəsiz qalır. 1980-90-cı illərdə Borçalıya Sıvanların köçürülməsi ilə yerli türk əhalinin kütləvi şəkildə Azərbaycan və Rusiyaya köçü başlayır. Borçalıları deportasiyadan xilas edən isə Ulu Öndər Heydər Əliyev olur. Onun Gürcüstanın o zamanki prezidenti Eduard Şevardnadze ilə apardığı danışıqlar nəticəsində Azərbaycanlıların köçünün qarşısı alınır. Ulu Öndər Heydər Əliyev Borçalıda yaşayan soydaşlarımıza hər zaman diqqətlə yanaşıb. Ümumilli liderin qayğısı sayəsində onların təhsil, səhiyyə, sosial və digər sahələrdəki problemləri həllini tapıb. Prezident İlham Əliyevin göstərişi ilə Gürcüstandakı soydaşlarımız kənd təsərrüfatı texnikası ilə təmin edilib. Onların doğma torpaqları ilə bağlılığının gücləndirilməsi üçün mütəmadi dəstək göstərilir. Eyni zamanda Borçalılı soydaşlarımıza xas ənənəvi sənət növlərinin yaşadılması məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Borçalı bölgəsinin ucqar kəndlərinə xalça toxuyan dəzgahlar hədiyyə edilib. Minillər boyu işğal, parçalanma və talanlara baxmayaraq Borçalılar qədim qala və digər abidələrini qoruyub saxlayıblar. Bu qalaların adlarına Kitab-ı Dədə Qorqud dastanında da rast gəlinir. Borçalı mahalı Rustavi, yəni Bostan şəhər daxil olmaqla 6 rayona bölünüb. Qardabani Qaratəpə, Marnoli Sarvan, Bolnisi Çörük Qəmərli, Dmanisi Başkeçid, Tetriskaro Ağbulaq və Salka Barmaqsız. Gürcüstan Statistika İdarəsinin 2023-cü il üzrə hesabatına görə Borçalıda 189 min nəfər yaşayır. Bu da Gürcüstan əhalisinin 11,5%-ni təşkil edir. Minillərdir ki, bu torpaqların sahibi olan türklər qədim adət-ənənələrini yaşadır və gələcək nəsillərə ötürürlər.